Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlenizin üzerine olsun. Allah Teala gelen günlerinizi hayren beddellesin. İşlerinizi avvan dilesin. Ne İslami arzularınız var. Allah Teala Kerbela şehirlerine hatir öz dergahında kabul eləsin. Bugün ürəyimə bir söz gəlib, istəyirəm onu sizə danışam. Çox maraqlı və ibrətamiz sözlərdir. Yəni İmam Hüseyin Aleyhisselamın söhbətinin davamını inşallah edəcəm. Siz də öz fikirlərinizi bu məsələlərə bildirərsiniz. Bu indi deyəcəyim söz mənim bir şüarımdır. Mən bu dəyərli sözümü indi özünüz də təsdiq edəcəksiniz. Çox yerdə deyirəm. Allah Teala görün nə gözəl bir varlıqdır ki, biz insanlara görün nə qədər mehribandır. Hər yollara əl ataraq çalışır ki, bizi düz yollara yönəltsin ki, biz günah işlərdən çəkinək və sabah qiyamətdə cəhənnəmə düşüb yanıb zay olmayaq. Diqqət edin. Necə Allah Teala öz düzəltdiyi və ya yaratdığı varlığın, yəni insanın zay olmasını istəmədiyi kimi, yəni mənim işlərimdən insan ibrət götürüb, günah ilə savab yolları təyin edə bilsinlər və savab yollarla addım atıb, sabah qiyamətdə cəhənnəmə düşüb, əzab çəkməsinlər. Yəni, insan da belədir, istəmir ki, ona bir manat ziyan dəysin. Mən onlardan indi bəzilərini sizə deyəcəyəm. Allah Teala həm dil ilə, yəni öz peyğəmbərləri vasitəsilə bizə öz sözlərini çatdıraraq bizi düz yola dəvət edir. Yəni Qur'anda olan sözləri ilə, eyni zamanda əməlləri ilə bizə göstərir ki, biz necə addım ataq. Söz ilə deməsi hamınıza aydındır. Əməllərindən bəzisini misal çəkəcəyəm. Məsələn, ağac bar gətirəndə başı aşağı əyilir. Yəni, bu o deməkdir ki, ay insan, necə ki, ağac bar gətirəndə başını aşağı əyən kimi, sənə də mən imkanat verəndə, yəni var, dövlət, vəzifə, can sağlığı, elm, ağıl və s. Sən də o meyvə ağacı kimi sakit, başı aşağı, təvazökar və mülayim ol. İnsanlara qarşı daha da hətta digərlərindən də artıq mehriban ol. Kasıblara əl tut, insanlarla mülayim rəftar et. Daha elə yox ki, insanları görəndə başını dik tutub qürur və təkəbbürlə danış və ya onlara qarşı saymamazlıq elə. Yəni, özünü digərlərindən bacaracaqlı və ya pəhlivan üstün hesab etmə. Bil ki, o dəyərli əməlləri sənə verən Allahdır. Ən azından o nemətləri sənə verən Allah Teala'ya görə onun bəndələrinə qarşı mehriban ol. Xoş o insanın halına ki, onun sözlərindən və həyatda gördüklərindən ibrət götürə. Amma vay olsun o adamın halına ki, dünyada gördüklərindən düzgün ibrət götürmür və nəfsi ondan nə istəyir? O nəfsinin qulu olub ona xidmət edir. Axırda insanların da nəzərlərində alçalır. Nə bu dünyası olur, nə də o dünyası. İndi sizə başqa bir misal deyəcəyəm. Biz öz Allahımızdan elmli, ağıllı deyilik ki, bu sözümü yəqin ki, hamı təsdiq edər.
Allah Teala öz evini, yani Kabe'ni dünyanın en çökək yerində tikib. Kabe'nin ətrafı hündür dağlarla əhatə olunub. Allah Teala öz evini hündür yerdə tikə bilərdi. Amma bu bizə bir ibrət olsun deyə öz evini dünyanın en çökək yerində tikdi. Adi su həmişə çökək yerlərə tərəf axır. Heç öz-özünə suyun yuxarı axanını görmüsünüz. Çünki çökəklik təvazökarlıq nişanəsidir. Yüksəklik isə qürur. Yəni hər bir insan özü öz vəzifəsini bilməlidir. İndi burada digər bir məsəl çəkəcəyəm. Bu məsəl evin ağsaqqalına, yəni ailəni idarə edənə və eyni zamanda ona itaət edənlərə aiddir. Adət və ənənə belədir ki, qoyunları, heyvanları, malqaranı otaran bir çoban olmalıdır. Çoban qoyunu meşəyə aparır. Qoyunlar malqara meşədə dağlaşıb, hərəsi otlamağa bir tərəfə gedir. Əgər arada bir çoban onları bir yerə yığmasa, arxada qalan qoyun ya itər, ya qurd-quşa yem olar. Odur ki, çobanın vəzifəsi olaraq arada bir malqaranı bir yerə yığır. Çünki onun vəzifəsi onları kənara getməyə qoymamaqdır. Əgər o öz vəzifəsini düzgün əmələ gətirməsə, öz canını incitməsə, meşədə bir ağacın kölgəsində yatıb qalsa, qoyunların hərəsi bir tərəfə dağılışıb gedəcək. Sonradan onları tapıb bir yerə yığmaq çətin olacaq. Tapsa da ən azı bir neçəsinin itdiyini və ya qurdun onların neçəsini yediyini və ya yaraladığını görəcəkdir. Bunlar da Allah Teala'nın işlərindəndir ki, biz bu çobançılıq məsələsindən ibrət götürək və ailədə yaxşı çobançılıq edək. Yəni ailə başçısı da belədir. Əgər ailənin başçısı hər an ailəsinin üstündə nəzarəti olmasa, böyütdüyü uşaqlar avaranın biri olar. Yəni içki içənin biri, ya avaralarla gəzən, ya yol kəsib, cibgirlik edən, yəni günah işlərə qurşanar. Ailədə də olanların hamısı sözə qulaq asan olmur. Kənara qaçan heyvan ya qoyunlar kimi üzdən uzaq. Hələ istəyir ki, öz bildiyini etsin. Məsələn, deyirsən, siqaret belə bədənə ziyandır. Siqareti çəkmək dini nöqteyi nəzərlə məkruhdur. Siqareti şeytan birinci, yəni növbədə ən birinci dəfə şeytan yaradıb. Bədənə ziyanı var, yəni siqaretin bədənə ziyanı var. Ömrü güdəldir, ən azından ağzından iyi gəlir. Yəni qısası budur ki, dində nə günah işlər var, hamısı insanın ziyanına olan işlərdir. İçki içmək də belə, avara gəzmək də belə və s. Sözə, yəni böyün evin çobanına da sözünə qulaq asmadı, sonun purpuç olacaq. İlərdə dediyim bu sözləri ona görə deyirəm ki, biləsiniz ki, necə bəzi üzdən üzə heyvan ya qoyun olur ki, çobanın sözünə qulaq asmır, öz dəstəsindən ayrılıb tək gəzir, çobanı incidir. Axırda nə olur? Axırda gəzəyən, naxırda qalmayan heyvan ya itir, ya da qurd-quş onu yeyir. Ailə də belədir. Ata-anaya qulaq asmayan övlad, ata-ananın sözlərini inkar edən övladın axırı hələ bu dünyada avaranın biri olub, ya xəstəliyə tutulur və ya ailə qura bilmir, qursa da çətin yaşayır. O qədər əzab, əziyyət çəkib axırda da ölür. Ya da içkiyə, qumara qurşanıb sonda türməyə düşür. Hələ orada da çəkdiyi əzablar nəticəsində ölür. Bu dünyası da əlindən çıxır, o dünyası da. O dünyada da ata-anasına qarşı çıxdığı üçün, yəni ağ valideyn olduğu üçün
dünyada Allah'ın isteklerinin aksini ettiği için o dünyada da cehenneme düşür. Yani insan bu dünyada biraz dikkatli olmalıdır. Ata anaya hususen kulak asmalıdır. Çünkü ata ana en azından hele bil bu körpünü keçip ve bu körpünün nece körpü olmasını, berçliğini, boşluğunu bilir. Öz bildiklerini de ata ana olduğu için senin hayrine danışır. Ata ana hiç vaxt öz övladının pis gününü istemez. Bütün ata analar çalışır ki onun övladı sağlam, ağıllı, dərrakəli, gözəl, hörmətli, izzətli, səxavətli, xülasə ən gözəl xüsusiyyətlərə malik olan bir övlad olsun. Qoy onu barmaqla göstərsinlər və desinlər, bax bu filan şəxsin oğludur və ya qızıdır. Allah onların ata-analarını var eləsin, ömürlərini uzun etsin ki, belə övlad böyüdüblər. Hər bir ata-ana istəyir ki, öz övladları ilə fəxr etsinlər. Əgər bir sözü sənə ata-ana deyirsə, sən o sözün xırdalıqlarını bilmədiyin üçün ata-ananla mübahisə etmə. Demə belə deyil, başqa cürdür. Ola bilər sən o sözün hikmətlərini bilmirsən. Bəlkə də elə bir sözdür ki, heç onun dərinliklərini sənə izah etsə, aradan hüzur, hörmət, ədəb, ərkan götürüləcək. Ata-ana üstü örtülü şəkildə deyir. Bu işi etmək olmaz, deməli olmaz. Hər halda ata-ana nə deyirsə, sənin xeyrinə danışır. Yəni bilmək lazımdır ki, bu dünyanın bütün işlərində insan üçün ibrətlər var. Hətta Allah Teala bir gün Musa əla nəbiyyinə və əleyhissalama buyurdu ki, mən dünyada səbəbsiz heç bir şey yaratmamışam. Yəni Allah Teala'nın yarattıqlarında hamısında insanlara ibrətlər var. Allah Teala əsasən kimləri çox dost tutur? Əlbəttə ki, o adamı ki, Allah Teala'nın dediklərini və ya istəyini əmələ gətirməyə çalışır. Belələri öz gözəl əməlləri ilə o qədər özlərini Allah Teala'ya istədirlər ki, hətta Allah Teala da onların istədiklərini edir. Allahın bütün işlərinin timsalı göz qarşısındadır. Dünyada sən biri ilə həqiqi bir dost olsan, qarşı tərəfdə, yəni sənin dostluq etdiyin adam da sənin kimi səninlə dostluq edir. Allah da belədir. Sən Allah Teala'nın istəyini etsən, Allah da sən istəyini əmin ol 100% ki edəcək. Allahdan sadiq dost harda tapmaq olar? Yəni hər şey qarşılıqlıdır. Belə insanlardan hətta hər növ kəramətlər və möcüzələr də baş verir. Ona görə də peyğəmbərlərdə, imamlarda belə kəramət və möcüzələr baş verirdi. Hətta bizim kimi insanlardan da çox olub ki, onlardan kəramətlər aşkar olub. Yəni onlar Allahın istəklərini etdikləri üçün Allah Teala da onların istəklərini əmələ gətirir. Deməli, hər insan istəsə, bu işi görə bilər, amma gərək iradəli olsun. Bu dünyanın naz nemətlərinə gözünün ucu ilə hətta meyl etməsin. Dünyanın zahirdə olan gözəlliklərinə məhəbbət göstərməsin. Yəni Allah Teala bizdən necə olmağımızı istəyirsə gərək elə olaq. İndinin özündə də elə insanlar var ki, İmam-ı Zaman ağa ilə görüşür və imamın bəzi sözlərini bəzi bəyənilmiş insanlara çatdırır. Hətta İmam-ı Zaman ağa ilə görüşənlər adlı kitablar da var. Yəni hər insan İmam-ı Zaman ağanı görə bilmir. İmam-ı Zaman ağa o insanla görüşür ki, o adam buna layiq bir insandır. Yəni su axtarıb çuxuru tapdığı kimi, yəni hər insan özünə uyğun olan insanlarla tez ünsiyyət qura bilir. Necə ki, üzdən uzaq içki içənlər özləri kimi içki içənlərlə dostluq edirlər.
avara gəzənlər avaralara qoşulub gəzirlər. Yəni, mən də hamısını sayıb vaxtınızı almıram. Bunun əksi olan savab işlərlə məşğul olanlar da belədir. Onlar da bir-birlərlə ünsiyyət qururlar, bir yerdə elm öyrənirlər, bir-birləri ilə dostluq, qardaşlıq edirlər. Belə ki, hər alimin də öz dəstəsi var. Onu dəstəkləyən və onun söhbətlərini maraqla, ləzzətlə qulaq asanları var. Amma burada yeri gəlmişkən bir məsələni də sizin nəzərinizə çatdırım ki, biləsiniz ki, qiyamətin günündə də hər dəstə öz dəstəsi ilə məşhur olacaq. Necə ki, indiki paradlarda, xüsusən paradlar keçmişdə olardı. Keçiriləndə müəllimlər dəstəsi ayrıca olurdu. Polislər dəstəsi ayrıca olur. Həkimlər dəstəsi ayrıca olur. Qiyamətdə də bir də görəcəksən ki, alimlər dəstəsi gəlir. Sonra şəhidlər dəstəsi, sonra xeyrixah işlərlə məşğul olanlar yavaş-yavaş, sonda namaz qılmayanlar dəstəsi, sonra içki içənlər, qumar oynayanlar, açıq-saçıq gəzənlər və s. Daha mən çox uzatmıram. Çox söz demək olar. Qeybət edənlər, oğrular, quldurlar, söz gəzdirməyi sevənlər, qulurçular, onu bunu aldadanlar, o dünyanın olmasına inanmayanlar, vacibatlarına xəbəri olmayanlar və s. Özü də belələri daha indiki insan surətində yox. Yəni, axırda dediklərim aiddir də bu söz. Hər biri öz etdiyi günaha münasib, eybəcər və üfunətli surətdə məşhur olacaqlar. Allaha pənah. Bir də var, alimlərə dəstək olub, ona arxadayaq olan, ona qulaq asan, onu Allah Taala'nın söhbətlərini etməyə və ya dinin vacib olan sözlərini deməyə, danışmağa həvəsləndirən dəstəsi. Xoş belələrinin halına ki, dini mövzulara qulaq asırlar və çalışırlar ki, etdikləri əməllər Allahın xoşuna gələn olsun. Hər alimin də yəqin ki, öz dəstəsi olacaq. Necə ki, hər peyğəmbərin öz dəstələri olduğu kimi. Belə ki, Allah Teala alimlərə bu imtiyazı verəcək ki, istədiyi insanı şəfaət etsin. Xoş belə alimlərin və xoş belə alimlərə dünyada dəstək olan insanlara. Ona görə sizə demək istəyirəm ki, dünyada Allahın göstərişlərinin ziddinə addım atan insanlardan uzaq olun. Sizə irəlidə dedim ki, Firudinin 10 bəndi var. Onların 7 və 8-ci bəndləri belədir. Təbəlla və təbərra. Təbəlla odur ki, Allahın dostları ilə dost olun. Təbərra isə Allahın düşməni ilə düşmən olun. Həqiqətdə Allah Teala biz insanlara çox böyük yaxşılıqlar edib. Allah istəsəydi bizi ilan qurbağa bir həşarat yaradardı. Amma bizim boynumuza böyük bir haqq qoyaraq bizi insan yaradıb və bizə ağıl verib. Heç bir canlıya biz insanlar qədər ağıl verməyib. Bəzi canlıya cüzi bir miqdarda. Allah Teala bu böyüklüyündə aləmləri yarattı. Amma özünə fətəbərəkallahu əhsənul xaliqin demədi. Amma insanı yarattı, ona ruhun nəfx elədi. Elə ki, Adəm əleyhissalam asqırıb, insan surətinə düşüb canlandı. Allah Teala özünə dedi, ey aləmlərin Rəbbi, sənə eşq olsun. Biz də bunun əvəzində Allaha itaət edib, onun istəklərini etməliyik və Allahı dost tutmalıyıq və Allahın istəklərini əmələ gətirməliyik. Yəni gedib Allahın düşmənlərinə gərək qoşulmayaq. Əgər Allahın istəklərinin əksini etsək, Allahın düşmənləri ilə dostluq etsək, Allah Teala sabah qiyamətdə bizi öz düşmənlərinin cərgəsində məşhur edəcək. Deyəcək, sənin dünyada dostların mənim düşmənlərim idi. İndi də ged onların dəstələri ilə ol. Amma kim ki dünyada Allahın dostları ilə dostluq etsə, Allah Teala da onu qiyamətdə öz dostları ilə məşhur edəcək.
Yəni necə Allah Teala onun istəklərini və ya belə deyək, əmrlərini əmələ gətirir, Allah da onu dost tutur. İnsanlar da belədir. Kim onu dost tutursa, o da gedib onu sevənə qovuşur. Biri hələ mən özüm mənim istədiklərimi kim edirsə, məni özündən razı salırsa, mən də onu özümə yaxın dost və qardaş hesab edirəm. Əslində, əlimdən ona qarşı nə yaxşılıqlar gəlsə ondan əsirgəmirəm. Yəni, hökmən deyil ki, o mənim oğlum, ya qızım, ya qardaşım olsun. Əslində, biz hamımız bir-birimizlə din qardaşıyıq. Bir adam düz olsa, Allahın istəklisi olsa, yoldaşlıqda, qonşuluqda düz və mehriban olsa, yəni qısası Allahın istəkli bəndəsi olsa, gərək biz də onu istəyək, sevək. Həyatda o qədər olub ki, iki qardaş bir-birlərini və ya biri digərini öldürüb və ya oğul öz ata-anasını, ya qardaşını, bacısını öldürüb və ya oğul böyüyəndən sonra və ya əli çörəyə çatandan sonra ata-anasına və cəmi ailə üzvlərinə dal çevirib. Əsas odur ki, insan özü əsil, nəcabətli insan olsun, əməli salih övlad olsun, Allahı tanıyan olsun, ibadət əhli, həqiqi mömin bəndə və o dünyanın olmasına, hesabət gününə inanan olsun. Yəni, indiki zamanda xüsusən hər insanla dostluq, qardaşlıq etmək hər adama nəsib olmur. Yəni, qısası budur ki, məncə hər insanın sözlərini eşitmək də hər insana nəsib olmur. Kimin sözü kimə layiqdirsə, onun sözlərini Allah Teala onlara layiq bilir və onlara eşitdirir. İndinin özündə də mən bu şəbəkələrdə söhbət edirəm. Amma mənim belə dəyərli moizələrimi eşitmək hər adama nəsib olmur. Ona görə dəyərli deyirəm ki, siz özünüz də Allah şahidisiniz ki, mənim söhbətlərimin, yəni əvvəli Allah Teala'nın var olmasının dəlil və sübutlarından bəhs edilir. Sonra Peyğəmbərimizin Qədirxumda etdiyi moizə və o vaxtdan dünyasını dəyişməsi ilə bağlı olan söhbətlərə qədər, yəni Peyğəmbərimizin söhbətini etmişəm. Xülasə 5 əhl-i beyt sahibləri haqqında və Əbu Bəkirin, Ömərin, Osmanın xəlifəlikləri və Muaviyyə Məlunun, Əli əleyhissalam ilə Süfeyn müharibəsi, Cəməl, Nəhrəvan müharibələri, indi də İmam Hüseyin əleyhissalamın Kərbəla müsibətləri ilə bağlı olan söhbətləri edirəm. Siz özünüz də yəqin ki, təsdiq edərsiniz ki, bu növ söhbətlərdən dəyərli ikinci söhbət ola bilməz. Yəni, bunlar mən etmişəm deyə özümə görə demirəm də, yəni Allah tərəfi analiz eləsə görərik ki, Əhl-i Beytin başına gələn hadisələrdən ən dəyərli söhbət ola bilməz. Arada da bəzən gözəl və ibrətamiz hekayələr də sizə danışmışam. Allah Teala bu 5 şəxsdən, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm, Əli əleyhissalam, Fatimə Zəhra salamullah əleyha və İmam Həsən və İmam Hüseyin əleyhissalamlardan yaxın olan şəxs yoxdur. Hətta Allah bir neçə yerdə buyurub ki, əgər bu 5 şəxs olmasaydı, bu aləmləri və kainatı yaratmazdım. Demək istəyirəm ki, hər insanın sözlərini dinləmək hər insana nəsib olmur. Deməli, bugünkü gündə mənimlə həmsöhbət olan və məni dinləyən sizlərsiniz. Yəni, Allah Teala mənim belə dəyərli moizələrimi eşitməyi sizlərə məsləhət bilib. İrəlidə dedim ki, sabah qiyamətdə hər insan öz dostları ilə məşğul olacaqlar. Deməli, biz də bizi dinləyən hörmətli və dəyərli ata-analarımızla və bacı və qardaşlarımızla birlikdə məşğul olacaq. İndi isə söhbətimi burada tamamlayıram. İnşallah biz deyən yox, Allah istəyən olsun. Və la həvlə və la qüvvətə illa billahul əliyyül əzim. Və sallallahu əla Muhammedin və alihi təyyibinə tahirinəl məqasumin. Yəni, uca və əzəmətli Allahın güc və qüdrətindən başqa güc və qüdrət yoxdur. Məhəmmədə və onun pak ailəsinə,
Allah'ın salavatı olsun. Rahimallahu men qara'al Fatihati meqas salavat. Yani salavatla birlikte Fatiha suresini okuyun ve Kul Huvallah suresini okuyun. Allah hamımıza rəhmini şamil eləsin. Allah Teala ibadetlerimizi kabul eləsin. Allah Teala kimin ne İslam'ı arzuları var. Əhl-i Beytə xatiri kabul eləsin inşallah. İndi ise Allah'a emanet olun. Vesselamu aleykum ve rahmetullahi ve berekatuhu.